İsimlərin cəmindən bu qədər uşaq var. Dediyim kimi isimlərin cəmini qaydasını oxumaq və izaha baxmaq lazımdır. İlk olaraq siz izaha baxırsınız və videonu saxlaya-saxlaya qayda kitabından da əlavə qeydləri, əlavə sözləri oxumalısınız ki, testi daha yaxşı yaza biləsiniz. İndi baxırıq sayıla bilən və sayıla bilməyən isimlərə. Countable nouns adlanır sayıla bilən isimlər, uncountable nouns adlanır sayıla bilməyən isimlər. Gəlin hərəsini bir dənə nümunə yazaq, baxaq. Yazıram pen. Burada yazıram money. Pen qələm deməkdir, money pul. Pen sayıla bilən isimdir. Money sayıla bilməyən isim sayılır ingilis dilində və sayıla bilməyən isimlər müəyyən say təşkil edir ki, bunları əzbərləmək lazımdır ki, siz testdə görəndə tanıya biləsiniz ki, bu isim sayıla bilir, yoxsa bilmir. Sayıla bilirsə, qarşısını EN artıqlı istifadə edə bilərik. EN artıqlı 1-ə bərabərdir. Sayıla bilən isimin təbii ki, qabağında gələcək. A pen bir qələm anlamına gəlir. Amma sayıla bilməyən isimin qabağına E artıqlı qoya bilmərik. Və yaxud rəqəm qoya bilərik. Two. Rəqəm qoyuruqsa, avtomatik isim neyini cəmlənir. Two pence, 2 qələm anlamına gəlir və cəm keçidisi əlavə edirik. Sayıla bilməyən isimin qabağına nə rəqəm qoya bilmərik uşaqlar, nə də ki, cəmləyə bilmərik. Heç biri olmaz. Nə cəmlənməz, nə qarşısında rəqəm istifadə olunmaz. Sonra var bizim another əvəzliyimiz. Digər deməkdir, başqa digər. Və another əvəzliyi uşaqlar özündən sonra tək isim götürür və sayıla bilən isim götürür. Tək sayıla bilən isim götürür. Çünki bunun qabağında nə var? Ən artıqlı var. Və ən artıqlı harada istifadə olunur? Sayıla bilən tək isimin qabağında. Deməli, another da ən artıqlı kimi sayıla bilən tək isim götürür özündən sonra. Deyirəm ki, another pen, digər qələm. Amma mən bu əvəzliyi, yəni another əvəzliyini sayıla bilməyən isimlə istifadə edə bilmərəm. Çünki bu işləndi harada sayıla bilən isimdir. Çünki qabağında ən artıqlı var. Və o da 1-ə bərabərdir. Deməli, sayıla bilən tək isim götürür özündən sonra. Sonra baxırıq, sayıla bilən bilməyən isimlərin qarşısında istifadə olunan cəmiyyət sözlərimizə. Bu cəmiyyət bölməsindən keçəndə daha ətraflı biləsiniz ki, sayıla bilənlərlə hansılar istifadə olunur, bilməyənlərlə cümlədə necə istifadə olunurlar, bunları biləsiniz. Ümumi olaraq baxaq ki, hansılar sayıla bilənlərlə, hansı sayıla bilməyənlərlə istifadə olunur. Birinci olaraq many gəlir. Many çox deməkdir. Bir də var much, bu da çox deməkdir. Sadəcə many istifadə olunur sayıla bilən cəm isimlə. Much istifadə olunur sayıla bilməyən tək isimlə. Yəni sayıla bilməyən altından much yazmışıq, aiddir sayıla bilməyən. Many də aiddir sayıla bilən isimlərə. Deyirəm ki, many books, çoxlu kitablar. Necə isim gəldi? Cəm isim gəldi və sayıla bilən gəldi. Much, money, çoxlu pul, necə isim gəldi? Sayıla bilməyən isim gəldi. Və yaxud few, a few. Few çox az deməkdir uşaqlar. A few biraz. Hər ikisi cəm isim götürür sayıla bilən. Yəni siz burada deyə bilərsiniz, axı burada E artıqlı var. E artıqlı few'nun özünə aidiyyatdır. İsimlə heç bir əlaqəsi yoxdur. Bu biraz mənasına gəlir, müsbət məna verir. Few isə çox az mənasına gəlir. Mənanı mənfiləşdirir. Yəni yetərsiz anlamına gəlir. Bunları işlədir sayıla bilənlərlə. Sayıla bilməyənlər üçün isə biz little, yenə çox az, a little, bir, az. Little çox az, a little biraz. Görsünüz, hər ikisi eyni mənanı verir. Sadəcə few, a few işlənir sayıla bilənlərlə, little, a little işlənir sayıla bilməyən isimlərlə. Deyirəm ki, little money, çox az pul. Və yaxud a little money, biraz pul. Dediyim kimi artıq little aiddir. Yəni, money-yə heç bir əlaqəsi yoxdur. Aid ola da bilməz, çünki e artıqlı sayıla bilənlərin qabağında olur. Burada e artıqlı isə little-ın özünə aidiyyatı var. Yəni, little-ın bir parçası, belə deyək. Və yaxud few books, çox az kitablar cəmlənir. Little money, çox az pul. Tək formada istifadə edirik. Gəlin bir də işarə əvəzliyimiz də var. Bunlarla işlənir. Onlara da baxaq. This, bu deməkdir. That, o, this. Bunlar cəm formada. Those, onlar. Bu ikisindən sonra isim təkdə gəlir. Bu ikisindən sonra cəmdə gəlir.
Deməli, cəmdə gəlirsə bu ikisindən sonra isim yalnız işlənə bilər sayıla bilən isim. Çünki sayıla bilən isim cəmlənə bilər, düzdürmü? Deməli, bu ikisindən sonra yalnız sayıla bilən cəm isim gəlməlidir. Bu ikisi amma özündən sonra ismi təkdə götürür. Biz bilirik ki, sayıla bilən isimimiz də təkdə ola bilir, sayıla bilməyən isimimiz də həmişə təkdə olur. Deməli, bu ikisi disləndə həm sayıla bilənlə, həm də sayıla bilməyənlə istifadə oluna bilər. Oldu mu? Deyirəm ki, this book sayıla bilənlə bu kitab, this book. Buraya yazaq. This book. Bu kitab. Və yaxud these books. Bu kitablar. Burada cəmlənmə baş verir. Çünki özündən sonra cəm isim götürür. Amma this-dən that-dən sonra sayıla bilməyən tək isimdə istifadə edə bilərik. Məsələn, deyirəm ki, this money. Bu pul. Və yaxud that money. O pul. Onsuz da bizə cəm isim lazım deyil. Ona görə də həm sayıla bilən, həm sayıla bilməyən istifadə oluna bilər bunlarla. Daha sonra bəzilərdə var ki, hər ikisi ilə işlənir, yəni ortaq istifadə olunur. Həm sayıla bilən, həm sayıla bilməyənlər. Onlar a lot of-dur. A lot of çoxlu deməkdir və yaxud lots of ikisi də çoxlu deməkdir. Həm sayıla bilən cəm isim götürür özündən sonra, həm də sayıla bilməyən tək isim istifadə olunur və yaxud some. Some biraz deməkdir. Any yenə də biraz deməkdir. Bunlar uşaqlar həm özlərindən sonra sayıla bilən cəm, həm sayıla bilməyən tək isim götürə bilər. Məsələn, deyirəm, a lot of books. Çoxlu kitablar. Özündən sonra cəm isim götürür, çünki book sayılır. Bir də deyirəm, çoxlu pul. A lot of money. Money sayılmır, amma yenə də a lot of-dan istifadə olundu. Çünki a lot of hər iki ismi götürür özündən sonra. Sayıla bilməyən isimlərin xəbəri həmişə təkdə olar. Sayıla bilən isimlərin isə tək işlənibsə xəbəri təkdə, cəmdə işlənibsə xəbəri cəmdə götürürük. Bir də uşaqlar, belə bir qaydamız var ki, sayıla bilməyən isimlərlə biz onları saymaq üçün müəyyən isə bildirən, miqdar bildirən sözlərdən istifadə edə bilərik. Məsələn, kafe sayılmır, düzdür? Kafe sayılmır. Amma biz onu saymaq istəyirik, stəkanla tutaq ki, bir stəkan kafe demək istəyirik. O zaman bu şəkildə a cup of coffee şəklində istifadə edə bilərik. Burada uşaqlar artikla aiddir kapa. Kap fincanda sayıla bilən isimdir. Yəni onun kafeyə heç bir aidiyyəti yoxdur. Coffee ismi isə sayılmır və saymaq üçün biz onu fincanla miqdarını bildirmək üçün istifadə edirik. Və yaxud sugar. Qənd sayılmayan isimdir. Amma mən kilo ilə saymaq istəyirəm. 1 kilo qənd demək istəyirəm. A kilo of sugar şəklində istifadə edə bilərik. Burada da dediyimiz kimi artikel E-yə aiddir. Və yaxud 2 kilo qənd demək istəyirəm. Yenə də sugar ilə heç bir işimiz yoxdur. Ya artikeldir, ya rəqəmdir, ya cəmlənmə, heç bir dəyişiklik eləmirik. Deyirəm 2 kilo, qabağa 2 qoyuram. Kilonun daxilini S əlavə edirəm. 2 kilos of sugar. 2 kilo qənd. Burada 2 aid oldu kilo sözünə və cəmlədi onu. Yəni ofdan əvvəl. Of varsa ümumiyyətlə isimlərin arasında həmişə ofdan əvvəlkinə baxırıq. Qabaqdakı təyin edicilər də ofdan əvvəlkinə aid olur. Uzlaşanda da isim ofdan əvvəlki isimlə uzlaşır. Yəni qayda kitabında tutum bildirən sözlərimiz onları oradan əzbərlətsəz yaxşı olar. Testdə çünki düşür onlar. Sonra dedik ki, sayıla bilməyən isimimiz qabağında artikeldir, rəqəmdə istifadə oluna bilməz, düzdürmü? Amma bizim bir istisnamız var. Məsələn, gəlin yazaq bir söz. Information. Information məlumat deməkdir və sayılmır. Məlumat deməkdir. Information sayılmır. Bir də deyirəm ki, məlumat lövhəsi. Yəni iki ismi yan-yana istifadə edirəm. Information deyirəm board. Board. Information board. Information sayılmır, amma board sayıla bilən isimdir. İndi mən məlumat lövhəsinin bir dənə olduğundan söhbət eləmək istəyirəm ki, bir məlumat lövhəsi. İndi bunun bir olduğunu bildirmək üçün ya araya bir qoymalıyım, ya artikel'ı. Bu yanlış olacaq. İsimlərin arasına artikel'dır, rəqəmdir, cəmiyyət bildirən sözü qətiyyən qoya bilmərik. O yerini dəyişib keçir bura. Olur an, saytla başlanınca an artikel qoyuruq. An information board. Yəni ki, uşaqlar, buradakı an artiklı aid olur board sözünə. Və yaxud biz bunu cəmləsək, tutaq ki, məlumat lövhələri S-lə cəmləmək istəyirəm. Daha burada an artiklı istifadə eləməyəsinik. Çünki cəm isimdən artikl olmaz. To information board deyə bilərəm. To information boards. To hara aiddir?
board sözünə aiddir. Yəni ki, uşaqlar, bəzən sayıla bilməyən isimdən sayıla bilən isim yan-yana gələrsə, qarşıda olan təyin edicidir, artikeldir, rəqəmdir, aid olur ikinci ismə, sayıla bilənə aid olur. Çünki biz bayaq dedik ki, sayıla bilən ismin xüsusiyyətində o artikeldir, rəqəmdir. Bunlar sayıla bilənlərlə istifadə olunur. Çoxlu məlumat lövhələrdə deyə bilərəm, qabağa many qoyacağam. Many bilirik ki, informationdan istifadə olunmur. Çoxlu məlumat desəm, much information olacaq. Much information.